Hər kəsə salam. Uzun zamandır vlog çəkmirdim. Evdə bəzi problemlər var idi sağlamlıqla bağlı. Ona görə də heç cürə video çəkə bilmirdim, yəni montaj eləyə bilmirdim. Bu videonu əvvəldən çəkmişəm. Sadəcə indi montaj edib paylaşa bilirəm. Bir yandan da baxış sayılan aşağı olmağı da mənə motivasiyadan salırdı. Ona görə də video çəkməyi heç cürə istəmirdim. Amma yenə də baxış sayılan artacağını ümid eləyirəm. Bu paçkada satılan künəfəni bacım Araz marketdən alıb. Birinin qiyməti 3 manat 20 qəpik idi. Bundan əvvəl 2-3 dəfə almışıq, yəni çox yaxşı bir şeydir. Hazır qoyursan bişir, üstünə də şərbətini özün hazırlayırsan, tökürsən, hazır olur. Bişirmə müddəti də üstündə yazılıb 15 dəqiqə bişirmək lazımdır, sonra da şərbətini tökürsən. Kafelərdə bunun birinə ən az 10 manata verirlər, yəni bu qiymətə yaxşıdır. Evə gedəndə bunu hazırlayacağam, göstərəcəm ki, necə hazırlanır. Ata saç bişirməmişdən qabaq həmişə sacın içinə su doldurur, qoyur ki, qaynatsın. 1-2 dəfə belə eləyir, tullayır içindəki suyu. Belə eləyəndə daha yaxşı olur, həm steril olur, həm də ki, dəmirin dadı gəlmir. Həmişə kimi sizdən bir xahişim var. Əgər hələ də kanala abunə deyilsinizsə, abunə olun. Və çoxlu yorumlar yazsanız sevinərəm. Həmişə yorumlarınızı da oxuyuram. Keçən dəfə Temudan rəngli şampun almışdım, onu sınadım, short videosu çəkmişəm. Nədənsə baxış çox aşağıdır. Yəni adi Temudan aldığım darağı da yoxladım, ona 20.000 baxış oldu. Amma bu şampuna heç baxış gəlmədi. Yəni ən çox vaxt aparan short videolardan biri idi. Yəni baxış sayı çox aşağıdır. Həmin şampunu da videonun özündə də göstərirəm. Birinci dəfə yoxladım, gördüm ki, saçın dibləri yaxşı tutmadı. Yəni saçlar ağ idi, yəni ağ saçları rəng gec alınırdı deyənə. İkinci dəfə də vurdıq. İkinci dəfə vuranda saçın rəngində bilinirdi sarı rəng. Bəzi yorumlarda da yazılmışdı ki, bu saç rəngi tünd saçlar üçün deyil, yəni sarı saçlar üçündür. Yəni mən əgər tünd rəng alsaydım, saçda yoxlasaydım, birə-bir eyni rəng olacaqdı. Baxış sayıları da aşağı düşən kimi mənim də modum düşür, yəni həvəsdən düşürəm, video çəkmək istəmirəm. Bir ara videolarımda şamlar düzəldirdim, şokoladlar hazırlayırdım. Əvvəllər həvəsim var idi, indi də var. Prosta ki, nəsə gördüm ki, çox diqqət maraq çəkmədi, mən də həvəsdən düşdüm. Həm də büdcə söhbəti var, yəni şama mənim nə qədər büdcəm getdi. Amma reklam vermədim də, açığı bəlkə reklam versəydim satış da çox eləyə bilərdim. Nəsə həvəsdən yenə düşdüm. Sonra gördüm ki, yorumlarda yenə yazırlar ki, yenə şam hazırla. Çalışacağam indi pul olan kimi. Şamı kilosu ilə alacağım. Kilosu 15 manatdır. Yəni məndə material qutarıb deyənə ona görə də şam düzəltməyim dayanıb. Bir tanışım var idi, deyirdi ki, bir dəfə Türkiyəyə səfərə çıxıb. Orada restoranların birində yemək üçün sac yeməyi sifariş verir. Yemək gəlir, amma sacın içində balaca daşlar da var. Əvvəl elə bilir ki, bu daşlar səhvən düşüb. Qayıdıb soruşanda məlum olur ki, o bölgədə daşları əvvəldən qızdırıb sacın içinə qoyurlar. Yemək daha tez pişir, həm də istiliyi uzun müddət saxlayır. Deyirdi ki, daşlı sac yeməyinin dadı ömrü boyu yadından çıxmayıb. Hətta qaydanda çamadanına 2 dənə də daş yığıb gətirmişdi. Atanın dostu mağaza işlədir, ona görə də belə boş qabları olur. Ona görə də ataya dedim ki, gələndə gətirsin mənə. 5 dənə gətirib, 5-i də çatmayacaq, yenə də lazım olacaq mənə. Hələlik hansı yerləşirsə onları dolduracam qablara. Lazım olsa yenə də gətirəcək. Belə bir xəmir hazır edib qoymuşam. İstəyirəm ki, txokada preşka eləyəm. Kartoflu eləyəcəm. Hardasa 1 kilo 800 qramdır buradakı qramı. 1 kilo ondan eləmişəm. 1 kilo 100 qram ondan eləmişəm. 1 kilo da kartof qoydum qaynasın. İndi onları əzəcəm. Tofqada bişirəcəm. Hardasa 2-3 il qabaq təzə gələn vaxtlarım idi. 4-5 ay olardı bəlkə də. Mal ətini qoymuşdum suda. 2-3 saatlıq belə qaynasın, yumşaq olsun ət. Gəlib görmüşdüm ki, evdəkilər həmin ətdən yeməyi hazırlayıblar öje. Həmin vaxtı bilməm hormonlardan idi, yəni hamilə olan vaxtlarım idi. Mənə bu təsir eləmişdi. Yəni gözləyirdim ki, özüm hazırlayım yeməyi. Gəlib görürəm ki, hazır bişirilib. Mənə bu nədənsə tərsinə təsir elədi. Yəni cəmaatın xoşuna gələr ki, hazır işini görüblər, kömək olublar. Həmin ərəfə desəm mənə pisimə gəlmişdi. Yəni belə bir şey mənim keyfimi pozmuşdu. Əslində indi yadıma salarım ki, nə qədər səhv eləmişəm o haqda. O zamanki fikirlərimlə indiki fikirlərim fərqlənir. Yəni 3 il bundan qabaq başqa cür fikirləşirdim, indi başqa cür fikirləşirəm. İndi daha çox köməkdə ayaq gözləyirəm.
Amma əvvəl elə deyildi. Çalışırdım hər şeyi özüm eləyim. Bu da məni çox yorurdu. Amma indi istəyirəm ki, mənə kömək olunsun, onda biraz rahatlığım olsun. Həm də fikir vermişəm ki, əvvəlkilərə baxanda indiki enerjim eyni deyil, yəni fərqlənir. Daha çox tez yoruluram. Əvvəlki enerjim də olsaydı gec yorulardım, çox iş görərdim. Amma indi indi də həmin işləri görürəm, amma yorğunluq çox hiss eləyirəm. Bəlkə də buna mənim ana olmağımın da təsiri böyükdür. Ana olandan sonra hiss eləyirəm ki, ayaq üstündə çox qalanda belimdə ağrılar çox olur. Yəni çünki məndə kesar əməliyyatı olandan sonra belimdə ağrılar olur. Amma qızım böyüdükcə çətinliklərim azalır. Yəni əvvəlki çətinliklərim yoxdur. Ən çox çətinlik çəkdiyim dövr 3-4 ay ərzində olmuşdu. Yəni ilk 3-4 ayında olmuşdu. Şükür Allaha ki, həmin dönəmlər ərzində atam mənə çox kömək oldu. Əsas da 1 yaşından sonra yaxşı oldu mənim üçün. Çünki 1 yaşına qədər gecələr oyanırdı. İndi isə 1 yaşından sonra gecələr oyanmır. İnşallah ki, dekabrın 23-ü 2 yaşı olacaq. Həmişə təxminən 24-25 dənə eləyirdim, az olurdu. Bu dəfə amma çox eləmək istədim. Resepti də yadımdan çıxır həmişə elədiyim, yəni uzun aradan sonra eləyirəm, yadımda qalmır tam olaraq miqdarları. Ona görə də bir dəfə short videosu çəkmişdim. Oradan baxdım ki, miqdarları nə qədər eləmişəm. Ona uyğun 2-yə vurdum ki, biraz çoxalansın. Həmin miqdarı 2-yə vurdum, belə bişirdim. Bir gündəsində 50 qramla götürdüm, 50 qramla elədim. Hər istidə sobada 15-20 dəqiqə saxladım, yəni maksimum 20 dəqiqə saxladım. Ümumi olaraq da 47 dənə piraşka alındı. Yoldaşım aması ilə Sədərəyə getmişdi ki, bana üçün paltalar alsın. Baxaq görək nələr alıblar. Ölçülərini biraz böyük alıblar ki, gələnində geyinsin. Yəni deyəsən 3-4 yaş üçün olan alıblar. Rəngi çox gözəldir. Material da yaxşıdır, qalındır. Soyuq havalar üçün məncə yaxşıdır. Düzdür, hələ ki havalar o qədər də soyuq deyil, amma yanvardan sonra mənə elə gəlir ki, hava lap soyuq olanda bu paltalar daha yaxşı olar. Koftə şalvar dəst deyil, yəni ayrı-ayrı alınıb, amma bir-birinin rənginə uyğun gəlir məncə. İkinci göstərdiyim amma dəstdir. Görsüz onda rəngi qırmızıdır. Material da çox qəşəngdir, pambıq kimi də yumuşaqdır. Əl vurduqca adam əl vurmaq istəyir. Və indiki havaya da uyğun çölə çıxanda belə bir jilet alıb. Rəng olaraq da yaxşıdır, hamısına uyğun gəlir. Və son olaraq da bu 3-cü dəstdir. Bunu da ayrı-ayrı alıb koftə ilə şalvarını. Ən çox xoşuma gələn bu oldu. Çox gözəl zövqdə seçilib, çox gözəl uyğun gəlib bir-birinə. Banı görəndə də ilk bu koftanı bəyənmişdi. Özü əli ilə göstərdi ki, bunu mənə geyindir. İndi bu aldıqların hamısını bir-bir Banunun əynində göstərəcəm. Görək necə qalır əynində. Bugün qaynatam ilk dəfə pensiya aldı. Onun pulu ilə də bizə kabab alıb gətirib. Kababı yaxınlığımızda olan yerdə bişirtdiriblər. Qazanı da elə əvvəlcədən evdən apardılar ki, elə bişirdiklərini rahat elə qazana döküb gətirsinlər. Adnara sıvı qabda qoyduqları tərəvəzlərdir, yəni pomidor, bibərdir. Qazanda qoyduqları da toyuqla quzu ətidir. Bu qədər kababın qiyməti isə 90 manat pul elədi. Quzu kababı ən sevdiyim kabablardan da, amma çox heyif ki, mənə baş ağrı verir. Amma əvvəl belə bir problemim yox idi, yəni belə bir problem yaşamırdım. Araz marketdən aldığım künefəni də axır ki pişirdim. Video çəkmişəm, yəni short videosu. Yəqin ki bu vlogu yayımlayandan sonra yayımlayacağım həmin short videonu. Sobada öz qabında qoymuşdum pişirməyə. Gördüm ki biraz qoxu gəlir, yəni bir tərik gəlirdi. Öz qabı alüminium qabda idi. Amma mənə elə gəlir ki, evdəki olan balaca tavalardan istifadə eləsəz daha yaxşı olar. Onda belə xoşa gəlməz qoxular da yaranmaz. Məndə bu paketdən 2 dənə idi. Birini belə istifadə elədim, birini də evdə olan tava ilə hazırlayacağam. Onu da gələn vloqlarımda göstərəcəm. Bura qədər olan videonun hamısını 2 həftə əvvəl çəkmişəm. Yəni 2 həftədən sonra gəldim yenə atamgilə. İnşallah Rəhimə bacımın xeyir işi olacaq. Yəni nişanını qeyd eləyəcəyik yaxın zamanda. Ona görə də nişan xonçasında qoymaq üçün paltalar almalıyıq. Onları gedib alacağıq bacımla. İnşallah izləmədə qalın. Həmin nişan xonçasına qoyulacaq paltarları videoda çəkmişəm. Rəhimə mənim gəlməyimə görə belə bir bazarlıq eləyib. Gəlin baxaq görək nələr alıb. Yenə də künefə alıb gətirib. Yay qış fərq eləmir. Yenə də biz dondurma yeyirik. Hal-hazırdakı qiyməti də yaya baxanda daha ucuz idi. Yəni 2 manat aşağı idi qiyməti. Leysin çox vaxt biz pendirlisini yeyirik, amma bu dəfə bunu alıb. Xoşbeşlə çay içmək üçün idealdır. Olmazsa olmazımız da çırtlanmaq üçün tumdur.
Saqqız olaraq da mən həmişə Orbit çeynəyirəm. Bu dəfə Mentos alıb. Və bağın içində Haribo alıb. Kola əvəzinə biz çox vaxt Pepsi içirik, amma bu dəfə deyəsən kola almaq istəyib. Kola ona görə sevmirəm ki, şirinliyi çox olur, Pepsi desə şirinliyi az olur. Bağın üçün belə bir maşın alıb, çox sağ olsun. Bağın şarlar da xoşlayır, ona görə də şarları alıb gətirib. Bir də belə balaca lollipop. Nəhayət axır ki, Temudan gələn bağlamanı açırıq. Bu bağlama düz 20 günə gəldi. Əslində normada bir həftəyə 10 günə gəlməli idi. Düz 10 gün gecikmiş oldu. Hal-hazırda bağını yedizdirmək istəyirəm. Ona görə də burada sifariş elədiyim yaxalıq var. Onu sınayacağım, görüm necədir. Ona görə də sifarişlərin hamısını açmamışdan əvvəl birinci onu axtarıram ki, onu sınayım. Əvvəlki istifadə elədiyimiz başqa cür idi. Yəni onun aşağısındakı çaşqa plasmasdan idi. Şux vəziyyətdə yanırdı qab kimi. Bu amma tamamilə silikondandır, yəni ki 2 ayrı hissə deyil, bütöv hissədir. Əvvəlki istifadə elədiyimizin altı qırılmışdı, plasmasdır. Yəni bağını istifadə eləyəndə sıxmışdı əli ilə, o da sınıb çatlamışdı. Ona görə yediyi yeməklər sulu olanda aşağısından tökülürdü sular. Bütün üstü yaxası kirlənirdi. Ona görə də bu dəfə qərara gəldim ki, bu formada alım. Amma əvvəlki yaxalığı daha yaxşı idi mənə elə gəlir, çünki yaxası görsüz belə bağlı kimi qalır. Yediyi yeməkdə mənə elə gəlir ki, orada heç tökülüb qalmayacaq, elə bramoy düşəcək. Yəni əvvəl elə fikirləşdim, amma sonra fikir verdim ki, bağını əllərini ağzına götürəndə silikon aralanır, yəni oradan yemək düşür içinə. Yəni əsas oda istifadə eləmək olur, peşmançılıq olmadı. Amma rahatlıq baxımından o birisi daha rahat idi. Keçən dəfə TikTokda Temu mallarının pulunun geri qaytarılması çıxmışdı qabağıma. Maraqlı gəldi ki, bunu necə eləyirlər ki, yəni aldığımız şeylərin hamısını deyir, pul söz verir ki, geri qaytarırlar. Soruşdum ki, bunu neçə eləyirlər? Mənə dedi ki, 13 manat eləyirəm. Yəni ki, oradan nətər hansı yolla qaytarıramsa sənə yönlərini, yəni necə eləmək lazımdır, onları başa salacağam. Yəni onları öyrətmək üçün mənə o qədər pul məbləğ demişdi. Mən də 13 manat vermək istəmədim. Ona görə dedim ki, kartımda 5 manat var. Dedim ki, əgər pulları geri qaytara bilsəm, qalanını da ödəyərəm. 5 manat pullar razılaşdı və göndərdi məlumatları. Mən də baxdım, gördüm ki, nələrdən istifadə eləyir. Birinci olaraq yazmışdı ki, dəstək xidmətini yazırsan və geri qaytarmaq istəyirsən məhsulu, yazırsan ki, xoşum gəlmədi. Və temaya yazırsan ki, mən malı qaytarmıram, amma mənə pulu ödəməlisiniz. Yoxsa ki, sosial şəbəkələrdə sizi biabır eləyəcəm, sizin verdiyiniz məhsul yaxşı deyil, elədir, belədir, pis qoxur falan, belə bir şeylər deyir, yazmaq lazımdır. Tema belə şeylər üçün məhsulu qaytarmadan pulu ödəməz. Temu məhsulu qaytarmadan o şərtlə pulu geri qaytarır ki, onda 45 gün keçmiş olsun. Yəni ki, çatdırılma müddəti 45 gündən uzun çəkərsə, onda pulu ödəyir. Məhsul da sizdə qalır. Bu mənim başıma 3 dəfə gəlib. Yəni vaxt uzun çəkdikdə 45 gündən çox olanda mənə pulsuz hədiyyə kimi vermişdi Temu. Sonrakı üsulda da deyir ki, əgər Temu sizdən istəsə ki, məhsulları qaytarmaq şərti ilə sizin pulunuzu geri qaytarır, onda da deyir ki, əlinizdə olan köhnə paltarları kargoya yığıb verirsiniz. Çinə çatana qədər sizə pulu göndərirlər. Bu dediyi üsul da açığı, yəni fırıldaqçılıq sayılır. Yasal bir şey deyil, qanuni bir şey deyil. Həm də ki, texniki baxışdan keçəndən sonra ödəyirlər. Pulu geri qaytarırlar. Yəni tələbəlik deyir ki, kim istəsə ağlına nə gəldi eləsin. Yəni əlində olan köhnə paltarları göndərsin, desin ki, hə malı qaytarmışam, pulumu ver. Yəni bu düzgün hərəkət deyil. Sonrakı digər bir üsulda da deyir ki, bu temaya aid deyil. Yəni Trendyol üçün yazıb ki, aldığınız paltardırsa, həmin paltarın lazımsız yerindən bir hissə kəsirsən, göndərirsən Trendyol asistana və pulunuzu geri qaytarır. Pulu geri qaytarandan sonra da həmin yeri tikmək olar. Dediyi üsullar bu qədər idi və dedikləri arasında heç biri qanuni və yasal və işə yarayan bir şeylər deyildi. Yaxşı ki, dediyi qiyməti qədər pul ödəməmişəm. 13 manat ödəsəydim daha çox mənə təsir eləyərdi. 5 manat ödədim. Yəni o qədər təsir eləmədi. Amma sonradan fikirləşdim ki, Temu asistanta yazım ki, mənim məhsulumu gec çatdırıblar. Bu səbəbdən də mənim pulumu geri qaytarsınlar, məhsul da məndə qalsın. Sözün açığı elə belə şansımı yoxlayırdım. Bilmirdim ki, geri qaytarardılar. Amma sağ olsunlar, yazan kimi dedilər ki, siz bizim sadiq
alıcımızsınız, həmişə bizdən alırsınız deyənə sizin istəyinizi yerinə yetiririk. Və mən bu qədər məhsulu 42 manat falan ödəmişdim. Hamısını da geri qaytardılar pulun. Mən də həmin pulla özümə 40 manatlıq paltar əlavə elədim səbətimə. 18 manat da səhv eləmirəmsə, Banu üçün paltar sifariş elədim. Üçüncü məhsul olaraq da Şeglan firmasının pomadasına oxşayan başqa firmanın pomadasını, bir də makyaj çantası sifariş elədim. Bu qədər məhsul da elədi 69 manat 63 qəpik. Tema asistanta da yazdım ki, 20% kupon mənim üçün hazırlasın. Reseptə əlavə elədiyim məhsullara 20% endirim eləyəndə 13 manat 92 qəpik endirim elədi. Ümumi olaraq da 55 manat 71 qəpik tutdu. Mənə qaytardıqları 42 manatdan da istifadə elədim. Məndən isə 9 manat əlavə pul çıxdılar. Yəni ki, bu qədər şeyə məndən 9 manat pul tələb elədilər. 55 manatlıq məhsulu 9 manata almış oldum. Bu yaxınlarda da yenə mən sifariş elədiyim məhsullar təkrar girib baxıram. Orada fiyat düzənləməsi yazılır, yəni qiymət tənzimləməsi. Oradan da həmin aldığım məhsullara 4 manat yəni qiymət enmişdi. Onu da tələb elədim. Ümumilikdə 5 manat ödəmiş oldum o qədər məhsula. Bu arada bayaqki göstərdiyim körpə uşaq geyimləri əkiz uşaqlara aiddir. Əkiz oğlan uşaqları. Birini mavi rəngdə götürmüşdüm, birini də malako bej rəngində götürmüşəm. Ölçü olaraq da 6 aylıq uşaq üçün götürdüm. Yəni paltarı yeni doğulmuş üçün götürmədim ki, onsuz da 1-2 aya tez böyür uşaq. Buramı elə 6 aylıq üçün götürdüm paltarları. Bir dənə də uşaqların anası üçün hamam dəsmal götürmüşəm. Xalat formasındadır. Həm dəsmalda, həm xalat kimidir. Əlimdə gördüyünüz yazı taxtasını da Banu üçün götürdüm. Yəni istədiyi qədər yazıb silə bilər. Solaxaysan Banu? Həm solla yazır, həm sağın. Keçən dəfə əlimdəki sırğaya bənzər göy rəngdə özüm üçün sifariş eləmişdim. Böyük bacım mənim arada görmüşdü, çox bəyənmişdi. Belə plasmas sırğalardan xoşu gəlmişdi. Ona görə də qərara gəldim ki, onun üçün də belə bir sırğa sifariş eləyim. Sırğalar böyük olsa da ağır deyil, yəni ki, yüngüldür, rahatlıqla taxmaq olur. Keçən növbəti məhsula əlimdə gördüyünüz məhsul 1 manata idi. Əslində elə də lazımlı bir şey deyil. Amma ucuz olduğuna görə elə belə almaq istədim. Bu məhsul əsasən zaletka şnurları olur ki, qırılır, yəni bir yerindən tokları çıxır, həmin yerlərini bərpa eləmək üçündür, yəni üstünü örtmək üçündür. Mənim istifadə elədiyim zəratqan şnuru da belə vəziyyətdə idi, ona görə dedim ki, hazır belə bir şey qabağıma çıxıb, ucuzdur, yəni alım. Üstündə yazılmış ki, içində 8 dənədir, amma 8 hissədir, yəni bunu 4-4 istifadə eləmək olur, 2 dənə qırıq yer üçün istifadə eləmək olur. Və axırıncı məhsulumuz da Banu üçün sifariş elədiyim bir şeydir. Balaca vilka qaşıqdır, Banuya uyğun. Banu hələ də vilka qaşıqdan istifadə eləyə bilmir. İstədim ki, belə balaca formada alım, bəlkə bundan istifadə eləyə bilər. Banu bunları da yoxla. Bununla ye, bunu. Götür bunu. Ən əsas özəlliyi də üstündə istədiyiniz adı yazdırmaq olur. Mən də Banunun adını yazdırmışam, yəni Banuya özəl vilka qaşıqdır. Qablaşması da gözəldir, yəni qutusu da var, harası gedəndə lazım olanda aparmaq olar. Videonu burada sonlandırıram. Bura qədər izlədiyiniz üçün çox sağ olun. Kanala abunə olmağı unutmayın. Like basıb fikirlərinizi də yorumlarda yazın. Sizləri çox sevirəm, özünüzə yaxşı baxın.